AFFA-nın bugünkü oyunda nümayəndəsi Zümrüd Ağayevadır və beləliklə 25-ci turun Sabah-Sumqayıt maçı start götürür. Templi oyun izləməkdəyik. Maraqlı mübarizə gedir. Akim Zedatka yaxşı irəlilədi, keçdi rəqibini. Akim Zedatkadan qapı önünü ötürmə və yenə də top gedir. Aleksey İsayev, Kahim Peris, Vüsal Paşayevi keçməyə çalışır. Çox sürətlidir. Perisdən ötürmə. Puxaçın zərbəsi və yenə də Xəyal Fərzullayev. Şifaya xəbərdarlıq. Yenə də yıxılan futbolçular vardı. Başla zərbə. Igor Nogueira. Növbəti dəfə biz standart vəziyyət zamanı Sabah komandasının qola yaxın olduğunu gördük. Mərkəz müdafiəçisi Igor Nogueira fərqləməyə yaxın idi. Mane olan da yox. Görün, bax belə ötürmələrlə müdafiədən rahat çıxır Sabah klubu. Perisin zərbəsi və Xəyal Fərzullayev. Murata, Nadir Orucov. Özünü çətin vəziyyətə saldı. Sabahın daha bir hücumu ötürmə edildi. Zərbə və gol! Kahim Peris. Maçın 24-cü dəqiqəsində hesabı açır. 1-0 Sabah komandası bu görüşdə hesabı açır. Ardıcıl həmlələr yekunda nəticəni verdi. Ardıcıl 3-cü oyundakı gol vurur və bu golun vurulmağında Veljko Simić'i xüsusilə qeyd etmək lazımdır. Təbii ki, Muratanı da vurulamaq olar. Muratanın passivliyini, əvəzində isə Simić'in aktivliyini qeyd etmək lazımdır. Hiss etdi sanki orada öncədən artıq Muratanın üzərinə getdi Veljko Simić. Bu pressing bəhrəsini verdi, topu rəqibindən aldı və tam vaxtında ötürməni verməklə Kahim Peris'i gol vəziyyətinə çıxardı. Və Kahim Peris də bu epizodu dəyərləndirməyi bacarır. Sumqayıtda keçirilən görüşdə Sabah klubu 3-1 hesabı ilə rəqibini məğlub etmişdi. Paris. Simić, meydanın hər yerində görürük biz Simić'i. Puxaç, yerli ötürmə, Kahim Peris bu cür fürsəti qaçırır. Sabah klubuna qoşulduqdan bəri ümumilikdə çempionatımızda 11 gol vurub Kahim Peris. 3 oyundakı ardıcıl olaraq fərqlənir. Joylens Mikels. Mikelsdən ötürmə Omar Ali istiqamətində. Omar Ali Rahman Aliyev yaxın idi. Burada da indi Sumqayıt futbolçuları səhv edirlər. Kahim Peris, Mikels və gol! Joylens Mikels bu görüşdə də gol vurur. Son 4 oyunda 5 oyuna 7-ci golunu vurur. Zədəsini sağaltdıqdan sonra qarşısı alınmaz görünür Joylens Mikels. 2-0 oldu hesab. Cari mövsümdə vurduğu qolların sayını 15'e çatdırır. Və Ardıcıl 3-cü oyundakı gol vurur. Yəni bu mənada heç əsas figurlar yəqin ki bunlar sayılırlar. Kahim Peris, yerdə ötürmə Mikelsə, ötürmələrə bir baxın, Simić. Ronaldo Vazquez topu ötürür və burada Pokatilov çətinlik çəkmədən topu götürür. Ninkovic, növbəti ötürmə, Stas Pokatilov topa toxunur. Nadir Orucov, Səbuhi, irəli oynayır, Puxaç. Və indi Sabahın əks hücumunu izləyirik. Veljko Simić qapıçının üzdə qalır. Veljko Simić və gol! Amma burada oyundan kənar vəziyyət də var idi. Təkrara baxaq. Məncə də ötürmə anında da hətta görünürdü. Bəli, oyundan kənar vəziyyət var idi. Amma bu vəziyyəti də düzgün dəyərləndirdi Veljko Simić. Aşırma zərbə ilə.
Top yenə də Sabah klubundadır. Biz təkrarı izləyirik. Sumqayıt klubu həmin anda dərhal yenə topu itirir və indi Mikels alınmadı zərbə. Elə ilk oyunda yox idi. Və ondan sonra çempionatdakı 2 oyunda meydanda yox idi. Burada daha bir kobud səhv. Simic zərbə məqamını qaçırdı. Təkrara baxaq. Müdafiədə kobud səhv Senhacdan. Simic qapçını da keçdi. Qapı bomboş idi. Zərbə vurmaq əvəzinə topu Mikels ötürdü və səhvini düzəldən Senhac son anda burada necə oldu ki, qalxdı dərhal qayıda bildi. Baxın, sürətli bir şəkildə qayıtdı və son anda ayağını uzadaraq Mikelsin zərbə vurmağına imkan vermədi. Əvvəlcə yıxıldı, daha sonra qalxdı. İlk anlarda axsiya-axsiya qayıdırdı, sonra birdən-birə sürətli şəkildə geriyə qayıtdı Senhac və Mikelsin qol vurmağına mane oldu. Sabah klubunda isim hərəkətlərini yerinə yetirən futbolçuları gördük və Simic az öncə ən rahat olan bir məqamda fərqlənməsə də standart vəziyyət zamanı qol vurdu. 3-0. Bax, burada yenə də müdafiədə kobud səhv Sumqayıt komandasında. Standart vəziyyət zamanı onu unutmuşdular və Veljko Simic rəqibini yaxşı keçdi. Simic önündə boşluq var. Mikels'lə oynuyor. Joylens Mikels. Mikels'dən sol tərəf ötürmə. Aleksey Isayev və top qapının üstündən keçir. Oyundan kənar vəziyyət də var idi. Meydan sahibləri 4-cü qolu vurmağa yaxın idilər. Mikels'in bu ötürməsi zamanı İsayev zərbəni vurdu. Qapçının da müdaxiləsi var idi. Əvvəlcə Xəyal Fərzullayev topa toxundu və daha sonra top qapı tirinə dəyərək qapının üstündən keçdi. Verdi, ona qarşı mübarizə aparırdı. Ötürmə Sekidika istiqamətində. Jesse Sekidika, onun zərbəsi və Xəyal Fərzullayev. Sağındaydı, topun ötürüldü. Abdullazadənin ötürməsi, zərbə və gol! Sumqayıt komandası buraxılan qollardan birinin əvəzini çıxır. Kəskin şəkildə etirazını bildirdi komanda yoldaşlarına. Bir daha baxırıq. Səbuhinin ötürməsi top Stiv Solveyə dəydi. Simonun önünə düşdü. Və bu zərbə ilə Simon buraxılan qollardan birinin əvəzini çıxdı. Üç-bir. Və bu da son. Rəvan Həmzəzadə oyunu başa vurur. 25-ci turun bu maçında çempionatın lideri Sabah komandası 3-1 hesablı qələbə qazanır və bu qələbə ilə xallarının sayını 62-yə çatdırır.